Selamun Aleyküm bizi izleyenler ve hürmetli hemşerilerim. Növbəti bir videoda karşınızdayım. Bugünkü dersimiz bir kondisionerdən neden eybəcər bir ses gələ bilər. Məlum məsələdir ki, uzun illər kondisioner işlədikdən sonra müxtəlif hadisələr ola bilər. Konkret olarak bizim müşterimiz bize müraciət edib, ses səbəbiyle müraciət edib və biz indi o sesin qaynağını sizə göstərəcəyik. Biz əvvəlki dərslərimizdə demişdik ki, kondisioner problemlərinin təxminən 50 ilə 70%-nə qədəri kondisionerin sikli olması ilə əlaqədar olur. Biz hələ ki dəqiq o diaqnozu qoymamışıq, amma böyük ehtimalla həmən məsələdir. Amma burada nə ola bilər? Bəzi vaxtı bu kondisionerlərdə fanın özünün, pərinin əyilməsi prosesi olur və yaxud bəzi dillərinin qırılması. Bundan başqa sol tərəfdən deməli manjetin içərisinə daxil olan dəmir parçasının, yəni valın yerindən çıxması hadisəsi ola bilər. Bundan sonra çirklənmə hadisəsi ola bilər və başqa hadisələr ola bilər. Bütün bunlar kondisionerdən səs gəlməsinə səbəb olur. Bəs bu kondisionerdə nədir? Biz indi inşallah onu sizə göstərəcəyik. Bundan sonra inşallah gələn dəfə sizin də başınıza belə işlər gələndə sizin məlumatınız olacaq. Hörmətli tamaşaçılar, kondisionerin üstü söküldü. İndi biz arxa tərəfi sizə göstəririk. Arxa tərəfi tamamilə bərbad vəziyyətdədir. Baraban tam tutulub. İçərisinə baxırıq. Barabanı çıxartmışıq. İçərisi də bərbad vəziyyətdədir. Müştəri özü kondisioneri yumaq istəyib. Yəni, əlbəttə ki, bu da maraqlıdır. Və diş şotkası ilə yuvmağa çalışıb. Amma məlum məsələdir ki, diş şotkasının aralarına girə bilməz deyə. Burada deməli, çirk elə demək olar ki, əvvəlki kimi qalır. Deməli, üzərinə AC Cleaner, yəni kondisioner təmizləyicisi vuruldu. Biz 5 dəqiqə gözlədik ki, bu təmizləyici öz kimyəvi təsirini göstərsin. Məlum məsələdir ki, bu kimyəvi maddədir və bu kimyəvi maddə orada olan bakteriyalar və mikroblarla reaksiya girir və onları yavaş-yavaş əridir və bundan sonra yüksək təzyiqli su ilə kondisioner yuyulacaq. İzləyicilərimiz, demək, kondisioner yuyuldu, həm iç hissəsi yuyuldu, həm çöl hissəsi yuyuldu. Biz yuyulma prosesini göstərmədik. Çünki bizim video kanalımızda, YouTube kanalımızda onlarca video var ki, yəni kondisionerin yuyulması necə edilir. Bizə əsas deməli nəticə maraqlı idi. Biz kondisioneri yuduqdan sonra əlbəttə ki, o dizbalans aradan qalxdı. Bir arada dediyimiz kimi, burada o dizbalansı olması müxtəlif səbəblərdən ola bilər. Hal-hazırda bizim bu kondisionerdə bu dizbalans kondisionerin içərisində olan pərin üzərində aşırı çirkin olması idi. Biz bütün kondisioneri yuduq ki, zaten əgər o təkcə pərinlə yetirmiş olsa, bu dəfə başqa bir problem olacaq. Bu səbəbdən biz deyəndə ki, bir kondisionerdə olan problemlərin təxminən 50 ilə 70%-i kondisionerin çirkliliyi ilə əlaqədardır, əlbəttə ki, inanın. Çünki həqiqətən də çirkli olması səbəbində həm kondisioner pis soyuda bilir, həm evə su axa bilir, həm bayaq gördüyümüz kimi diz balansı ola bilir. Bundan başqa kompresorun sıradan çıxma hadisəsi ola bilir. Bu necə olur? İç hissə aşırı çirkli olur bayaqki kimi. O zaman iç hissəyə gələn freon, deməli, maye formasında kompresora qayıdır. Bu da qaz üçün nəzərdə tutulmuş bir kompresora maye freonunun gəlməsi ilə onun klapanları sıradan çıxmış olur. Və başqa problemlərə yol aça bilir. Bu səbəbdən biz demirik ki, əlbəttə ki, hara getdiniz kondisioneri yox. İlk növbədə biz gələn kimi kondisioneri diaqnoz qoymalıyıq. Burada olan problem araşdırılmalıdır və bəhs bundan sonra işə başlanmalıdır. Biz belə də etdik, həmin problem həll oldu. Bizi axıra qədər izlədiyinizə görə biz sizə təşəkkürümüzü bildiririk. Mən Yusuf müəllim, kondisionerlərin təmiri kitabının müəllifi. Bu kitabı əldə etmək istəyənlər bizə WhatsApp-la müraciət etsinlər. Biz də inşallah onu sizə göndərərik. Əssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.